Stres nəyə əsasən azalır? Stres, Vallahi məsələn, maraqlıdır. insan əsəb keçirir. Əsəb keçirən kimi kortizolun səviyyəsi artır. Okey, artır. Kortizol bəli. hormonu artdı. Kortizol hormonu artdıqda məlum məsələdir ki, təzyiq qalxır. Okey, hə, bəli, var. Bəli. Deməli, stresin yaranma səbəbi nədir? Kortizolun qalxması. Kortizol qalxdısa, deməli insanın stres yaşayır. Bəs yaxşı, Əsəb keçirməyə də bilər. Düşünərəkdən, məsələn, insan düşünərəkdən də sakit oturduğu yerdə insan öz-özünü stres vəziyyətə sala bilir. Yox, mən maraqlıdır ki, bax məsəl üçün biz əgər düzgün başlayırıq, burunla düzgün Bəli. nəfəs almağa başlayırıqsa, Bəli. o kortizola necə təsir göstərir ki? Təsir göstərir. Bu sinir sistemini sakitləşdirir. Necə? Parasimpatik. Burundan dərindən nəfəs alın. Nəfəs aldıqda qarnı şişirtməliyik önə. Nəfəsi veririk, ağızdan nəfəsi üfürürük. Ha, həqiqətən rahat. Qarnı rahatlıq verir, tamamən hə. çəkirik içəriyə. Ha, rahatlıq Nəfəsi alanda qarnı önə genişləndiririk. Nəfəsi verdikdə qarnı tamamən çəkirik içəriyə. Bədənimizi oksigenlə doldururuq və karbon dioksidi qarnı içəri çəkərək bədəndən çıxardırıq.